Salam, hər vaxtınız xeyir olsun. Bugün 2023-cü ildə sertifikasiya filologiya imtahanında düşən suallara baxacağıq. Qeyd edim ki, həmin suallar, yəni birəbir eynisi deyil, düzdür, daxilində eyni olan suallar da var və bir qismi isə yadda qalan suallardır. Yəni müəllimlərin yadlarında qalan suallar üzərindən təşkil edilən məqamlardır. Amma ümumilikdə burada verilən sualların hər biri həmin il imtahanda salınmış suallardır. Yəni məzmun forma etibarilə oxşardır. Və onu da bildirmək istəyirəm ki, keçən ilki sualların səviyyəsi bu formada olmayıb. Bu ilk sertifikasiya imtahanının suallarıdır. Birinci suala diqqət yetirək. Təsirli feili seçin. Gəl, hara, yanaş, nəyə, oxu, nəyi. Deməli, təsirli feilimiz oxu sözdür. Hansı söz düzgün yazılmışdır? Əyri-üyrü yanlışdır. Ailədə y hərfi olmamalı. Ayaqqabı q ilə, məşhur ş h hərflərinin yeri dəyişik və bürokrat sözü doğru yazılıb. Nidanın köməyi ilə yaranan nida cümləsini müəyyən edin. Biz C və Y variantlarını çıxırıq, çünki bunlar nida cümləsi deyil. D variantında və B-də ümumiyyətlə nida yoxdur. Qalır cavabımız A variantı. Əhsən sözü nida və həm də cümlə özü nida cümləsidir. Hansı sözün tələffüzündə cingiltili samit kar qarşılığı ilə əvəz olunur? Burada cavabımız bulud olacaq. Bulud, bulut formasında. Məsələn, dadlı sözündə dadlı şəklində tələffüz edilir. Oradakı l hərfi, l səsi dadlı, d-yə keçir. Yəni, kar qarşılığı ilə əvəz olunmuş olmur. Hansı sözdə şəkilçi yazıldığı kimi tələffüz edilmir? Birlik sözüdür. Burada cavabımız birlik şəklində tələffüz edilir. Hansı mürəkkəb sözün tərkib hissələrindən biri mənsubiyə şəkilçilidir? A variantında ümumiyyətlə mənsubiyə şəkilçisi yoxdur. D və Y-də də o formada. Açıq ürəkli sözündə də yoxdur. Cavabımız olacaq B variantı. Axşam üstü. Üstü sözündə mənsubiyə şəkilçisi var. Hər ikisi amonimdir. Vətən sözü amonim deyil, kitab deyil, ev deyil və dəftər sözü də amonim deyil. Cavab qaldı C variantı, daş və bel sözləri. Hansı cümlə tabesiz mürəkkəb cümlədir? Sadə cümlədir. Məni səsləsən tez də gələrəm, sən səsləsən mən gələrəm. Aha, əgər məni səsləsən bu tabeli mürəkkəb cümlədir. Baxırıq digərinə. Görür ki, bu da tabeli mürəkkəb cümlə. Onu dinləmədilər, hər şeyini əlindən aldılar. Yenə sadə cümlə oldu. Arif işə gedir, Orxan isə burada qalır. Bəli, tabesiz mürəkkəb cümləmiz budur. Yalnız baş üzvdən ibarət olan cümlədə bütün sintaktik əlaqələr işlənmişdir. Qocanın əsas niyyəti idi. Bütün sintaktik əlaqələr deyərkən burada tabellik əlaqəsinin hər üç növü və tabesizlik əlaqəsi nəzərdə tutulur. A variantında tabesizlik yoxdur. Şəhərdən və o kənddən gətirəcəklər yanaşma əlaqəmiz var. Amma burada uzlaşma əlaqəmiz yoxdur. Qonağın gözəl və maraqlı hədiyyələrindən biri idi. Deməli, maraqlı hədiyyələr. Burada yanaşma əlaqəsi, gözəl və maraqlı hədiyyələr. Tabesizlik əlaqəsi, qonağın hədiyyələri. Həm idarə, həm də uzlaşma əlaqəsi var daxilində. Deməli, cavab oldu C variantı. Kisə köhnəldiyi üçün yırtılmışdı cümləsinin sintaktik təhlil sxemidir. Yırtılmışdı. Nə? Kisə nəyə görə köhnəldiyi üçün? Mübtəda, zərflik, xəbər. Hansı söz qarşılıq növdədir? Vədələşmə, vədələmək sözü yoxdur, zəngləmək yoxdur, vidalamaq da yoxdur, məktublamaq da. Cavab qaldı C variantı. Qucaq, qucaqlamaq və ondan da qucaqlaşmaq sözü yaranır. Uşaq kimi sevinib əli ilə ən uca nöqtəni göstərdi. Cümləsində neçə köməkçi nitq hissəsi var? Diqqətli olun, burada demir neçə fərqli nitq hissəsi var köməkçi. Deyir, sadəcə neçə dənəsi var, onu göstər. Uşaq kimi, əli ilə və ən. 3 dənə olacaq. Mərkəz, sevinç, adam, hətta sözləri üçün ortaq cəhətdir. Bunların hər biri, deməli, sadə götürə bilmərik, sevinç sözü düzəltmədim. Leksik mənası olmağı götürə bilmirik, hətta sözünə aid deyil. Cümlə üzvü olmaq yenə hətta sözünə aid deyil. Suala cavab vermək də hətta sözü pozur bu qaydanı. Amma hər birinin qrammatik mənası var. Hansı cümlələrdə əvəzlik var? Onsuz da sizi, deməli, sizi birincini götürdük. Qadının hara getdiyindən, yenə də 1-2-ni götürürük, elə cavab olacaq 1-2. Bilirəm ki, bizsiz də, bizsiz əvəzlik deyil, birdən yolunu azsa pismi olacaq, burada da əvəzlik yoxdur. Hansı nümunələrdə ismi birləşmə var? Gümüşü kəmərini də aparmışdı. Gümüşü kəmər, biri götürdük. Yalan danışmağı yaxşı bacarır, burada ismi birləşməmiz yoxdur. Sonuncu idmançı və sonuncu idmançı ifadəsi 1 və 3. Qardaşımın istədikləri isə feili birləşmədir. Hansı durğu işarələri əlavə ilə əlavəli üzv arasında işlənir? Təbii ki, bunun cavabı C variantıdır, nəzəri sualdır, virgül və tri. Verilənlər hansı əməli yazıya aiddir? Kimə və hara təqdim olunacağı göstərilir? İdarə rəhbəri imzalayıb möhür vurur. Cinayət işi ilə də bağlı ola bilər, əvvəlində ştamp vurulur və bu da arayışa aiddir. Hekayət Müsyo Jordan əsərində qadınlar nəyə mane olmağa çalışırdılar? Şahbazın Parisə getməsinə.
Hayf yoxdur hansı janrda yazılmışdır? Qoşma janrı. Dostlar gündə tanınar nümunəsinə aiddir. Bu atalar sözüdür. Zəhər əsərinə aid yanlış fikirdir. Göy ürgə asırqal yeyib. Zəhər əsərinə əsasən yanlış fikirdir. Göy ürgə asırqal yeyib zəhərlənir. Bu fikir doğrudur. Sadəcə asırqalı harada yediyi məlum olmur. Mirqasın meşənin su altında qalacağına görə kədərlidir, doğru. Daşdəmir südü dağıdır, bu da doğrudur, qəsdən etmişdi. Meşəbəyi və Daşdəmir bir yerdə atı xilas edirlər, bu yanlışdır. Bunu sadəcə Meşəbəyi Mirqasım özü təxəyyülündə, düşüncəsində fikirləşmiş olur. Şəhidlər poemasına aid doğru fikirdir. 20 yanvar şəhidlərinin şücaəti tərənnüm edilir, doğrudur. Türkün dili şeirində təbliğ olunur. Dilin saflığını qorumaq, bəli. Əcnəbi dildə danışmamaq, bu təbliğ olunmur. Başqa xalqların dilindən bəhrələnmək, bu da yanlışdır. Dilimizin istəkli olması, bəli. Elə ilk beytində qeyd edilir ki, Türkün dili tək sevgili, istəkli dil olmaz. 1 və 4. 24. Qoca və dəniz əsərinin məzmununda ifadə olunan əsas fikirdir. Dəniz həmişə səxavətlidir. Bu həmişə belə deyildi və əsas məzmunu deyil bu əsərin. Dəniz üzməyi bacaranların məskənidir. Bəşər övladı məğlubiyyət üçün yaradılmadığından məğlub edilməz. Bəli, əsərin əsas ideyası budur. İnsan övladı məğlubiyyət üçün doğulmayıb. Fərqləndirilən söz nədir? Eyni bu nümunə düşməsə də, amma cavab olaraq bu verilib variantlarda. Baxışlar süzülür ürəyimizə, odlu baxışlarda sözlər sayrışır. Odlu baxışlar ifadəsi bədii təyin, yəni epitet yaratmışdır. Əkinci şeirində mülkədar obrazı ilə bağlı doğru fikirləri müəyyən edin. Əkinçilik peşəsinin çətinlikləri onun monoloqunda öz əksini tapır, doğrudur. Savadsızlığı nitqi ilə ortaya çıxır, yanlış. Əkinçinin əməyini nanəcibliklə qarşılayır. Əkinçinin haqqını tələb etməsinə hiddətlənir. Əkinçi burada haqqını tələb etmirdi, yəni biz obraz olaraq onu görmürük. Əkinçinin zəhmətinin hədər getməsinə biganədir, doğrudur. 1, 3, 5. Cavab C variantı. Müsibət Fəxrəddin əsərində Rüstəm bəy Mələk xanımdan fərqli olaraq yaxın adamın itirdiyinə görə intiqam istəyir. Bu hər ikisinə aiddir. Fəxrəddinin amallarını anlamır. Bu da ikisinə də aiddir. Görəcəyi işdə övladından daha çox nökərlərini arxalanır. Bəli, Rüstəm bəyin əsas səciyyəvi xüsusiyyətlərindən biri idi. Deyir ki, mənə nökərlərim Cahangir və onun yoldaşları bəsdir. Oğlunun ölümündə günahkar olduğunu anlayıb yurdunu məhv etmək istəyir. Bu da doğrudur. Deyir ki, od gətirin, evimi odlayacam. İntiqam hissi ilə alışıb yanır. Bu da hər ikisinə aiddir. 3 və 4. Cavab A variantı. Səməd Vurğunun Vaqif əsərində Vaqif obrazına münasibətdə konfliktin əks qütbünü təşkil edən obrazlarla bağlı doğru fikri müəyyən edin. Türkiyə, İran və Rusiyanın artan təhdidlərindən narahatdır İbrahim xan. Bu doğrudur. Bu da baş verir yatdığı vaxtda, yəni yatır. Təlxəy onu oyatmağa çalışır, çünki Qacarın hücumu gözlənilirdi. Yuxudan oyanan İbrahim xan da bu təhdidlərdən narahat olduğunu bildirmiş olur. Şeyx İbrahim xanı Vaqifdən intiqam almağa sövq edir, bu da doğrudur. Eldarı məhv etməklə qaçaq hərəkatını dayandırmaq niyyətindədir İlyas. Bu yanlışdır. Vaqifə xəyanəti ondan intiqam almaq hissi ilə bağlı idi, bu da yanlışdır. Vəliəhdinin olmadığına görə bədminləşir, bəli, doğrudur. Cavabımız olacaq 1, 2 və 5. C variantı. Cəlil Məmmədquluzadənin Anamın kitabı əsəri ilə bağlı doğru fikri seçin. Qardaşlar xalqdan uzaqlaşmaq və yad təsirlərə uymaqları baxımından yalnızdılar. Xeyr, onların özlərinə aid olan məsləkdaşları ki var idi, elə hamısı eyni əqidədə idi. Yanlışdır. Cəmiyyət Xeyriyyənin iclasında təftiş komissiyasının iradı da bildirilir, bəli, məktəblərlə bağlı. Qardaşlar azadlıq ideyalarını xalq arasında yaymaqda günahlandırılırlar, bəli, senzorun nitqindən öyrənirik. 3-cü məclis. Senzor Mirzə Cəfərin və digər çar nümayəndələrinin gəlişi qardaşların müstəqil Azərbaycan ideyası üçün çalışdıqlarını sübut edir, yanlışdır. Gülbahar ailənin son beşiyi olsa da atanın vəsiyyətini anlayırdı. Doğru. Təkcə Zəhrabəyim ana və Gülbahar deyil, elə çobanlar da vətənpərvərdirlər. Bu da doğrudur. Doğru fikirlərimiz oldu. 2, 3, 5, 6. B variantı. Oqtay Eloğlu əsəri ilə bağlı doğru fikri müəyyən edin. Xaspolat Oqtaya pul mənbəyi kimi baxırdı. Bəli, deyir ki, onun bircə tükü belə indi qızla bərabərdir. Tamara təcrübəli aktrisa olduğu üçün yox, Azərbaycan dilini bildiyi üçün səhnədə idi. Bu da doğrudur. Oqtayın dilindən öyrənirik. Mazandaranski Oqtayın səhnəyə çıxmaması, gözdən salınması üçün çalışırdı. Bu Şakinskiyə aiddir. Aktyorların bəziləri resenziyada yazılanlardan narazı idilər. Doğrudur. Firəngiz Amaliya roluna bələd olmasa da Oqtaya kömək etmək üçün səhnəyə çıxmağa razılıq verir, bələd idi. Yanlışdır. Səməd Oqtaya Aslan bəydən ehtiyatlı olmağı bildirir. Bu da doğrudur. Cavabımız olacaq 1, 2, 4, 6. C variantı. Həmzənin Qıratı qaçırması qolundan Həmzə və Koroğlu ilə Bolu bəy qolundan Bolu bəyin müqayisəsində yanlış olanları seçirik. Koroğluya verdiyi sözün üstündə durur Həmzə. Bu doğrudur.
Yəni söz dəyirmandakıdır deyərək atın üzəngisini basır Toqatda. Hasan Paşanın qızı ilə bağlı verdiyi sözə inanmır. Bu ikisinə də aid olan cəhətdir. Biri möhürlü namə istəyir. Bolu bəy də Hasan Paşaya deyir ki, əvvəlcə qızı Ərzincana göndər. Yəni Koroğlunu vermək istəmir Hasan Paşaya. 2 burada olmalıydı. Koroğlunun başına qılıncla vurur Bolu bəy, doğru. Koroğlunu hiylə ilə adladır. Hər ikisinə aiddir. 4 də olmalıydı ortaq. Hasan Paşanın qızı ilə evlənir. Bu yalnız Həmzəyə aid olan cəhətdir. Çünki Bolu bəy ölür. Hasan Paşanın qarşısında şərt qoyur. Bu da ikisinə də aiddir. Cavab olacaq 2, 4, 5. D variantı. Verilən nümunə ilə bağlı doğru fikri müəyyən edin. Sevda və Xəyyam. Lirik növdə yazılmış nümunədir. Xeyr, bu dram əsəridir. Bir yanlışdır və bizdən doğruları istəyir. Bənzətmə hesabına yaranmış bədii təsvir vasitəsi var. Bəli, buludlar gibi. Bu doğru. Hadisənin baş verdiyi məkan haqqında məlumat almaq olur. Bu haqda biz məlumatı görmürük. Aktyor və rejissorlar üçün olan məqamlara yer verilib. Bəli, remarkadan söhbət gedir. Bu da öz əksini tapıb. Deməli, doğru cavablarımız 2 və 4-dür. 33. Nə zaman bildin? Bunlar sənin aləmində getdikcə böyüyür, şübhələrini artırır. Cümləsi ilə bağlı doğru fikirdir. Deməli, nə zaman bildin ki, nəyim? Burada baş cümlə əvvəl gəlib, budaq cümlə sonra. Budaq cümlə baş cümləyə bağlayıcı vasitə ilə bağlanmışdır. Fikri yanlışdır, intonasiya ilə bağlanıb. Zərfliklərdən biri söz və digəri isə fe'li birləşmə ilə ifadə olunub, fikri yanlışdır. Budaq cümlə baş cümləni zaman baxımından izah edir. Zaman baxımından yox, nəyi sualı çıxırsa biz ona zaman deyə bilmirik. Baş cümlə budaq cümlədən əvvəl işlənmişdir, bəli, və ona intonasiyaya bağlanıb, doğru. Baş cümlədə həmcins cümlə üzvləri işlənməmişdir, doğrudur. Çünki budaq cümlədə işlənib. Deməli, 4 və 5 doğru cavabdır. Aşağıdakı cümlədən hansılar birlikdə çıxarılsa, cümlədə tire və virgüllərdən biri işlənməz. Bunun üçün biz ara sözü çıxmalıyıq, tire və virgüllərdən biri işlənməsin deyən. Ara söz və həm də sonuncu söz birləşməsi, tayını tapmayan ifadəsində çıxandan sonra 1 və 3 olacaq bizim cavabımız. Məsələn, birinci ümumiləşdirici sözü çıxmağımız, 3 adama ifadəsi heç nəyi dəyişmir. Çünki orada biz sadəcə qoşa nöqtəni ləğv edərik. Amma tire və virgüldən söhbət gedirsə, biz ara sözlə sonuncu söz birləşməsini çıxmalıyıq. Mətndəki əsas fikri müəyyən edin. Bir qarı gözü ağrıdığı üçün həkim çağırır. Həkim qarının gözünə dərman qoyur. Qarı hər gözünü yumanda onun evindən nəsə çırpışdırır, yəni həkim. Müalicə bitəndə həkim pulunu istəyir. Qarı isə pulu verməyəcəyini deyir. Həkim qarını çəkib məhkəməyə gətirir. Hakim soruşanda qarı həkimin onun gözünü yaxşı müalicə etmədiyini deyir və fikrini belə çatdırır. Həkim məni müalicə edənə qədər gözüm yaxşı görürdü. O müalicə edəndən sonra isə evdəki heç bir əşyanı görmürəm. Yaramaz adam özünü asan ələ verir. Yəni həkim öz etdiyi əməl ilə elə özünü ələ vermiş olacaq. Kitab qurdu olanlar introvert olurlar. Yəni introvert şəxsiyyətlər özünə qapanıq olanlar, öz fikirlərini əsas sayanlar. Stereotipinin əksinə olaraq oxumaq sizi ünsiyyətçil edə bilər. Yəni kommunikasiya qabiliyyətləri artacaq. Hər kitab fərqli şəraitdə yaşayan unikal personaj yaradır. Hekayələri oxuyaraq başqalarını daha yaxşı başa düşməyi və anlamağı öyrənirik. Bəli, empatiya hissi yaradır deməli kitablar, kitab oxumaq. Çünki biz başqalarını başa düşməyə çalışırıq. Yaradıcılıq həvəsini boğmur, əksinə daha da onu açmış olur. Stereotipləri dəyişməyə kömək edir, doğrudur. Deyir ki, bunun əksinə sizi ünsiyyətçil edəcək. Kommunikativ bacarıqları artırır, doğrudur. Ünsiyyətçil olmaq artıracaq həmin bacarıqları. Özünə qapanıq edir, fikri də yanlışdır. 1, 3 və 4. Cavab oldu C variantı. Mətn sualına diqqət yetiririk. Mətnlə bağlı doğru fikri müəyyən edin. Yunanistana yürüş etmək üçün 75 min əskərini Bosfora gətirən İran imperatoru 1. Dara taxta konstruksiyalardan düzəldilmiş körpüdən istifadə etməklə qoşunlarını Asiya sahilindən Avropa sahilinə uğurla keçirmişdi. Yəni, körpülər hərbi məqsəd üçün də istifadə olunar fikri burada öz əksini tapıb. Sultan Fatih Məhəmməd körpüsü 1988-ci ildə açılışı olan asma körpüdür. Polad körpünün uzunluğu 1510 metr, eni isə 39,4 metrdir. 160 milyon dollara başa gəlmişdir. Dənizdən körpüyə qədər olan məsafə 64 metrdir və gəmilər hərəkət edə bilir. Avtomobillər üçün pullu olan bu körpüdən hər gün 150 min avtomobil, yarım milyon sərnişin keçir. Körpü piyadalar üçün bağlıdır. Fikir verin, körpülər piyadalar üçün bağlıdır. Amma burada yazılıb ki, pullu avtomobil yoluna sahib 4-cü fikrə baxaq. Pullu avtomobil yoluna sahib körpülərdən insanlar az hallarda keçirlər. Ümumiyyətlə insanlar istifadə etmirdi. 4 yanlışdır. Bizdən elə birinci testdə doğrunu istədiyi üçün 4-cü cavabdan çıxırıq. Davam edirik. Bu fikri, ikinci fikirdə biz mətndə gördük. Körpülər hazırlanarkən gəmilərin rahat hərəkəti nəzərə alınmışdır, bəli.
Bu fikir keçir burada. 1973-cü ildə açılışı olan Bosfor körpüsü ilk asma körpüdür. 165 metr hündürlüyündə iki polad dirəyə söykənən körpü 1560 metr uzunluğa, 33 metr enə sahibdir və 200 milyon dollar dəyərindədir. Deməli, biri 200 milyon dollar, digəri də 160 milyon dollar. Yəni, söhbət açılan iki körpünün də maliyyə dəyəri 100 milyondan çoxdur fikri doğrudur. 5-ci fikrimiz doğrudur. Davam edirik. Hər gün, baxaq, sudan körpüyə qədər məsafə 64 metr məsafə olduğundan müxtəlif ölçülü gəmilər sərbəst hərəkət edir. Hər gün körpüdən 250 mindən çox avtomobil, 500 mindən çox sərnişin keçir. Avtomobil yolu pullu olsa da körpüdəki piyada yolları bağlıdır. Bunlar üçün də piyada bağlıymış, piyada yolları. Bu körpü üçün də. Bu körpü İstanbulun ən mənzərəli yerlərindən birində yerləşir. İndi diqqət yetiririk. Birinci fikrimiz doğru. Körpülər hazırlanarkən gəmilərin rahat hərəkəti nəzərə alınmışdır. Bu da doğru. Hələ qədimdən asma körpülərdən insanların kütləvi hərəkəti üçün istifadə olunurmuş. Yanlışdır. İnsanların hərəkəti yox idi burada. Pullu avtomobil yoluna sahib körpülərdən insanlar azaldı keçirdi. Bu da yanlışdır. Söhbət açılan iki körpünün də maliyyə dəyəri 100 milyondan çoxdur. Burada cavabımız olacaq bizim D variantı. 1, 2, 5. Həmin sualla mətnlə bağlı növbəti sual Sultan Mehmet və Bospor körpüləri üçün ortaq cəhətdir. Körpüdən suya qədər olan məsafə bəli. İkisində də neçə metrdir? 64 metr, 64 və 64. Bu doğru. Piyadalara bağlı olması bu da doğrudur. Açılış tarixləri fərqli idi, hərəsi bir ildədir. Maliyyə dəyəri də fərqlidir. 200 milyon və 160 milyon. Avtomobillər üçün pullu olması da bu da ikisi üçün də ortaq cəhətdir. 1, 2 və 5. Cavab oldu C variantı. Mətnin strukturu ilə bağlı doğru fikri seçin. Bu da həmin mətnlə bağlı üçüncü sualdır. Mətnin bütün tərkib hissələri var fikri yanlışdır. Çünki mətnin giriş hissəsi yoxdur. Birbaşa məzmuna keçid alınıb. İstanbulun Avropa və Asiyanı birləşdirməsi hələ antik dövrdən insanları düşündürmüşdür cümləsini mətnin əvvəlinə artırmaq məqsədə uyğundur. Bəli, çünki mətnin giriş hissəsi yoxdur. Bu cümlə giriş hissəsi ola bilər. Mətnin sonuncu abzası əslində iki abzasdan ibarətdir. Bu yanlışdır. Mətnin elə sonuncu abzası bir abzas şəklində verilə bilər. Bu yanlışdır. Mətnin sonuncu cümləsini çıxarsaq, tərkib hissələri arasında əlaqə itməz. Baxaq. Bu körpü İstanbulun ən mənzərəli yerlərindən birində yerləşir. Deməli, həmin cümləni çıxarsaq, tərkib hissələri arasında əlaqə itməz. Bu fikir doğrudur. 2 və 4-cü fikirlər burada doğrudur. Cavab oldu B variantı. Verilən mətnin üslubunun səciyyəvi xüsusiyyətidir. Dil və nitq bir-biri ilə üzvü şəkildə bağlıdır. Nitq ünsiyyət prosesi olub, dilin ifadə imkanları əsasında meydana çıxır. Nitq dildən törəyir. Dinləyib anlama, danışma, oxu və yazı formalarında təzahür edir. Hər bir nitq ədəbi dilin fonetik, leksik, qrammatik qayda qanunlarına tabe olmalıdır. Mətnimiz elmi üslubdadır. Nəsr formasında olmaq bunun səciyyəvi xüsusiyyəti ola bilməz, bədii üsluba aiddir. Şablon və standart formalardan istifadə rəsmi işgüzar üslub. Şərh etmənin olması bəli, elmi üsluba aid olan cəhətdir. Dilin sadə və anlaşılır olması publisistik üslub, nitqin sərbəstliyi, məişət üslubu. Yaralı bir uşağın dastanı əsərinin ideyası nədir? Ağıllı düşmən, axmaq dostdan yaxşıdır. Hansı fikir intiqam əsərinə aid deyil? Düşmən pulgir və var-dövlət hərisidir, doğru. Amansız düşmənlə üz-üzə qalan cəsarətli ana obrazı yaradılıb, bu da doğru. Düşmənin qəddarlığı və zülmkarlığı göz önünə gətirilir, doğrudur. Xəzəngül böyük cəsarət nümayiş etdirərək özünü və qızını xilas edə bilir fikri yanlışdır. Hər ikisi ölürlər. Açıq kitab romanında verdiyi evdən fərqli olaraq Gəldiyev siyasi təşkilat adından danışaraq tələbənin qovulmasına çalışırdı, doğrudur. İstedadlı insanların tələbələrin taleyinə biganə idi, bu həm də Verdiyevə aiddir. İxtisasını bilməyənləri kəskin tənqid edirdi, bu da yanlışdır, vəzirbəyliyə aiddir. Zəhmətkeş insanların malını dağıtmaqdan çəkinmirdi, bəli, əvvəl işlədiyi yerlərdə bu cür əməllər törətmişdi. Vəzifəsindən sui-istifadə edirdi, bu da hər ikisinə aid olan cəhətdir. Deməli, doğru cavabımız 1 və 4 olacaq. C variantı. Klass yeri tamamlayan fikirləri seçin. Azərbaycan Respublikasında Azərbaycan dili inkişafı Azərbaycan Respublikası tərəfindən təmin edilir. Deməli, klass yerimizdəki fikir doğrudur. Bizə də lazımdır doğru fikirlər. Tədris dilidir. Əhalinin sərbəst istifadə etdiyi yeganə dil deyil, çünki bizdə başqa fərqli dillərdən də istifadə edilir. Ünsiyyət dilidir. Bu doğru. Dövlət dili deyil, yanlışdır. Dövlət dilidir. 1 və 3. Mətnlə bağlı doğru fikirləri müəyyən edin. Xan Çinarın başı göyün bir qatındadır. Kökləri ana torpağın qoynunda. Gün doğanda ilk işıltıları alnından öpər Xan Çinarın. Al şəfəqdə işim-işim işıldar Xan Çinarın yarpaqları. Quşlar yuva qurar, bala böyüdər Xan Çinarın qucağında. 3-cü abzasda yalnız informativ funksiya daşıyan sözlər var, yanlışdır, məcazi mənalı ifadələr də var. Al şəfəqdə işim-işim işıldar Xan Çinarın yarpaqları. Bax, bu misrada. Deməli, bir yanlış. Nümunədə bədii təyinlər yaradılmışdır. Bəli, Xan Çinar ifadələrini götürə bilərik. Sonuncu cümlənin üslubu xüsusiyyətləri mətnin digər cümlələrindən kəskin şəkildə fərqlənir fikri yanlışdır, çünki bədii
bədililik hər birində var. Nümunədə həm informativ, həm də poetik funksiya daşıyan sözlərdən istifadə edilmişdir. Bu da doğrudur. Həm məcazi, yəni həm də birbaşa məna ifadə edənlər. Doğru fikirləri istədiyi üçün 2 və 4-ü götürürük. Cavab oldu D variantı. Leyli və Məcnun əsərində Leyli obrazına aid yanlış fikirdir. Anasının təkidi ilə məktəbi tərk edir, doğru. Hüquqsuz olduğunu anlayır, bəli. Şeirlərin birində deyilir ki, məndə deyil, ixtiyari bazar. Dövrün qayda qanunlarına zahirən tabe olur, bu doğru. İbn Səlamla evlənməyə razılıq verir, fikri yanlışdır. Atasının sözünə qarşı gələ bilmir, bu da doğrudur. Cavab oldu D variantı. Ümid edirəm ki, sizlər üçün bu testlər faydalıdır. Uğurlar arzu edirəm. Növbəti dəfə sertifikasiya imtahanlarında iştirak edəcək müəllimlərə. Yenidən təkrarlayım ki, suallar tam olaraq eyniləri deyil, həmin imtahanda olan sualların eynisi deyil, amma bir qismi eynilik təşkil edir. Ümumilikdə isə məzmun və forma bu cür olmuşdur. Sağ olun. Diqqətinizə görə təşəkkür edirəm.